29 mart 2025-ci ildir və həftənin şənbə gündür dəyərli izləyicilər, Elon Musk'dan Azərbaycanla bağlı bir paylaşım. Amerika hökumətinin effektivliyi departamentinin rəhbəri SpaceX şirkətinin qurucusu Elon Musk Starlink Pay internet xidmətinin Azərbaycanda fəaliyyətə başlaması ilə bağlı paylaşım edib. Musk Starlink'in qlobal Pay rabitə sisteminin xidmətlərinin Azərbaycanda aktivləşdiyini təsdiqləyib. Yazıb ki, Starlink indi Azərbaycandadır. Paylaşımında belə yazıb, Azərbaycan bayrağı da onun paylaşımında öz əksini tapıb və bu təbii ki, demək Amerikada yaşayan, Avropada yaşayan erməniləri də kifayət qədər qəzəbləndirib. Çünki Elon Musk'ın təqdimatında həm Starlink'in Azərbaycanda olması, həm Azərbaycan bayrağının onun paylaşımında yer alması ermənilərin hiddətinə səbəb olub, dəyərli izləyicilər. Bu isə amma Starlink internet xidmətinin ölkəmizdə aktivləşdiyini bir daha göstərir. Görək bu xidmət bizə internet sahəsində nə verəcək, nə gətirəcək, yaşayıb görəcəyik, dəyərli izləyicilər.